90 gün keçəndən sonra bunlar mənə qaymənin portalı yüklədilər və ondan sonra mən ƏDV-mi geri ala bilmədim. Burada bir 400-dən yaxın bu cürə problem olan insan var. Hər kəsdə müxtəlif səbəblər vardı. Bütün günah Avantdadır. Barometr TV-nin qaynar xəttinə müraciət edən bir qrup sakin bildirir ki, Avant Park yaşayış kompleksində mənzil alsalar da ƏDV-ni geri ala bilmirlər. Sakinlərin sözlərinə görə ödənişlər tam edilsə də, ƏDV-nin geri qaytarılması ilə bağlı şirkətdən onlara heç bir açıqlama verilməyib. Daxili kreditlə, 3 illik daxili kreditlə ilkin ödəniş verərək mənzil almışam. 2025-ci ilin mart ayında mənzilin ödənişi bitdikdən sonra yaxınlaşıb ƏDV ilə bağlı müraciət eləmişəm Avant Park yaşayış kompleksinin satış ofisinə. Mənə lazım olan sənədləri oradan tələb etmişəm və ƏDV üçün dövlət vergi xidmətinə müraciət etmişəm və oradan mənə imtina gəlib ki, sizin belə deyək, ödənişiniz düzgün şəkildə getməyib, düzgün şəkildə aparmamısınız. Siz ödənişi iki hesaba, MTK-nın öz hesabına və ƏDV depozit hesabına ödəniş etməliydiniz. Hansı ki, mən bu 2025-ci ilin may ayında bu fərman çıxandan sonra və portal noyabr ayında işə düşdükdən sonra mən dəfələrlə satış ofisinə müraciət etmişəm ki, bəs fərmanda belə bir qeyd olunub ki, mən ƏDV depozit hesabına da pul köçürməliyəm. Mənə oradan məlumat veriblər ki, satış ofisindən ki, yox, bu sizə aidiyyəti yoxdur. Siz bu qaydada bir hesaba ödənişinizi edirsiniz və ödəniş bitdikdən sonra biz sizə maliyyə arayışı verəcəksiniz, ondan belə deyək, ƏDV-nizi geri alasınız. Deməli, qanuna görə ödənişin tam bitiriləndən sonra, MTK borcu tam bağlanandan sonra mənim qayməm yüklənməli idi portala və mən o qaymə vasitəsilə öz ƏDV-mi geri almalıydım. Mənim bunun üçün 90 gün müddətim var idi. 90 gün keçəndən sonra bunlar mənə qaymənin portalı yüklədilər və ondan sonra mən ƏDV-mi geri ala bilmədim. Vergiyə müraciət edəndə vergi dedi ki, sən 90 gün gecikmisən, ondan da əlavə bunlar mənə bir hesab verdilər və mən bütün ödənişi bir hesaba keçirdiyimə görə vergilər mənə cavab verdi ki, sən depozit hesabına ödəniş eləməmisən. Və bu səbəbdən də mən ƏDV-mi geri qaytarılmadı. Və burada bir 400-dən yaxın bu cürə problem olan insan var. Hər kəsdə müxtəlif səbəblər vardı. Bu yığışan kollektivin hamısına vergilər idarəsi nə deyibsə, vergilər haqlıdır, lokal haqlıdır. Bütün günah Avantdadır. Çünki Avantla bizim müqaviləmizdə 2.7-ci maddədə göndərilib, yazılıb ki, ƏDV qaytarmaq şərti ilə Avant vətəndaşlarla müqavilədəki 2.7-ci maddəni pozub. Avantın buxalteri gəlməlidir, bizlə aydınlaşdırmalıdır ki, dəqiqləşdirməlidir Kristal Abşeron kimi. Bu vətəndaşların ƏDV-si, bu da kubikin, nə bilim, fəhlənin ekskvatoruna ƏDV-si. Bunu dəqiqləşdirsin, yayınmayıbsa Avant niyə getmir? Burada fikir versəz, bu bizim liftlərimizdir. Fövqəladə təhvil almayıb. İçində heç bir lövhə, heç bir məlumat yoxdur. Yəni biz belə riskli şəraitdə bu cür liftləri istifadə edirik. Nə çəkiyə nəzarəti yoxdur, heç bir şey yoxdur. Generatorlar qoşulmayıb liftlərə. Yəni işıq sönəndə 17-ci mərtəbədən ayaqla qalxıb düşürük. Biz gəldik, yaxınlaşdıq Avant Parkın ofisinə, lakin bizi görəndə pərdələri bağladılar və işıqları söndürdülər. Gəlin zəng eləyək, görək telefonlarımıza cavab verəcəklərmi? Bu nömrəyə zəng çatmır. Telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir. Xahiş edirik, biraz sonra zəng edəsiniz. Məsələ ilə bağlı Avant Park şirkətinə rəsmi sorğu göndərsək də, təəssüf ki, sorğumuza cavab verən olmadı.